Gəldim bura. Yükü yığmışam. Prosta üstünü hələ bağlamamışam. Belə qoymuşam ki, tamam hava vursun. Pəncərələri də belə açdıq ki, təmizlədim. Hava vursun. İndi gəlmişəm buradan bunları götürüm. Aparım balkona salım. Uşaqlara söz vermişəm ki, onlara piknik eləyəcəm balkonda. Elə Saranı yatırtdım. Tez durdum, balkonu sildim, təmizlədim. İndi aparım bunları salım. Bir-iki dənə də döşəkçələrdən götürüm, görüm hansını götürürəm. Məncə bunları götürüm. Bunlar yaxşıdır, rahatdır. Balkonda onlara meyvə verim, yum qoyum. Belə çay istəsələr çay verim. Belə peçenyi, evdə biraz peçenyi var, onları qoyum. Otursunlar balkonda. Elə neçə vaxtı deyirlər ki, mama, yay olanda bizə eləyərsən elə. Dedim, hə, qoy istinsin, hava, bugün də hava istidir deyə. Bunu da Sara üçün götürüm, Sara da bunun üstündə oturar. Belə. Şöyle keçirim. Bunları aparım ora, balkona. Gedim. Belə stolu apardım, qoydum ora ki, meşat eləməsin bizə. Bu da ucu quruyubdu dünəndən, tamam qurudu, hava da qəşəng idi deyə. Qəşəngcə qupquru quruyubdu. Bunu da çırpım götürüm gərək. Aparım yığım uca yükə, çünki bu qalındı. Hələ ki işlətməyəcəyik. İndi gedim o palazları da gətireyim. Buradan yer açdım ki, bura salım. Elə burada gözümün qabağında qapının ağzından görüm. Burada oynasınlar, otursunlar. Gedim palazları da götürüm, gəlin. Çay satılacak. Çay satılacak. Tuzu satalım. Yok. Çay yok. Dedim çay da qoyum. Bəlkə çay için. Mən əslində çay içəcəm. Uşaqlar meyvə yeyəcəklər. Meyvəni də yudum burada. Sara durana kimi bu isinsin. Özüm belə kapron qabları işlədirəm uşaqlara nəsə verəndə. Çünki başqa nəsə verəndə qırırlar. Adam peşman edirlər. Ona görə belə kapron qabları işlədirəm onlara. Belə kətədə pişirmişik. Elə kətədən də qoyaram boş qabda ki, bəlkə orada ürəkləndirər, iştahları açıldı, yedilər. Maraqlı gəldi onlara. Ona görə buradan boşqab götürüm. Yenə də burada kapron boşqab olmalıdır. Onları götürüm. İşə götürməyim. Belə kətə də qoyun bir neçə dənə, bəlkə yedilər. İştahlandılar. Hərəsinə bir dənə qoysam bəsdir, 3 dənə. İstəsələr yenə gətirərəm. Belə. Bunu da belə qoyun hazır. Bunu qoy yerinə, stolun üstünə. Belə, bu qəndimiz. Qəndimizi də burada Saranın əlindən belə gizlədirik ki, görməsin qənd qabını. Yoxsa ki, ağlayır ki, mənə qənd verin. Onun əlindən hər şeyi gizlətmişik. Aşağı polkalarda da nələr var, hamısını qaldırmışıq yuxarı. Ona görə bura bax, beləcə əlimizdə nə keçib yığmışıq, Saraya görə belə yığmışıq ki, götürməsin. Aşağıdan əli çatır, hər şeyi götürür. Buranı da ucu qırıqdır, bax, burada yaxşı bağlamır. Ucu Sara buranı açır, belə sallanır buradan ki, qaşıqları götürsün. Onda buranı da qırıbdır.
Bir gərək yoldaşım düzəltsin buranı. Belə. Sara da oyandı. Elə oyanan kimi gəldik bura. Hay can, sevinir. Bu birinci dəfədir də belə şey görür. Mən uşaqlara hər yay eləyirəm. Bu indi hələ başa düşür ki, bu nə deməkdir. Keçən il balaca idi. Belə, indi çay da hazır olsun. Çay qoymuşam qaynasın. Çay da hazır olsun. Çayı da gətirim, mən də çay içeyim. Belə biraz oturaq burada, dincələk. Əslində işim var. Mənim işim heç vaxt bitmir. Sadəcə dedim, uşaqlar da istədi ki, dedilər, mama sən də otur burada bizlə birlikdə. Dedim, mən də oturum bunlarla biraz. Çünki böyüyəndən sonra hamı deyir ki, indi deyir, bu dəyərləndir də, uşaqlar balacadır, onlarla vaxt keçir, dəyərləndir. Çünki deyirlər ki, yekələndən sonra heç deyir, yəni istəmirlər. Deyir, harasa gedəndə də həmişə şikayət edirəm ki, uşaqlar məni qoymurlar dincəlim, harasa gedəndə. Deyirlər ki, qoy böyüsün, böyüyəndə heç getmək istəməyəcək uşaqlar. Deyəcəksiniz ki, gəlin harasa gedək, istirahətə. Məsəl üçün, qalxaq Göygölə, Hacıkəndə deyir, getmək istəməyəcəklər. Elə bir ki, uşaqlar deyir, böyüyəndən sonra artıq elə şeylər onlar üçün maraqlı olmur. Ona görə deyirlər ki, indi dəyərləndir, onlarla çoxlu vaxt keçirdi. Belə, mən də ona görə dedim, oturum biraz uşaqlarla belə, dincəlim. Sen niye yemişsin? Ala. Ala bundan ver. Bəlkə bundan istəyir. Ala, Sara. Götür. Sara da yuxudan durdu deyə ona qol uzun geyindirdim. Hələ ki biraz keçsin, qol gödəyini geyindirəcəm. Hava çox istidir bu günlərim. Yaman istidir hava. Bugün bir də sabah 28 dərəcə deyiblər, amma çox istidir. Gələn həftədən yenə yağışlar başlayır. Yağışlar yağacaqdır yenə. Elə hava proqnozunda baxmışam, elə göstərir. Ona görə bu 2 gün yaxşıdır hava. Ondan sonra pis olur, yenə yağışlar başlayır. Görək. Amma bugün hiss olunur yayın gəldiyi. Yine vereyim. Yok. Sabah uşaqlar günü. Bunu yenə təmizləyim, təmizləmək vaxtıdır. 2-3 gündən bir təmizləyirəm. Yenə də nə qədər suyun daşı olur dibində. İçindəki suyu töküm bura, hamısını tökməyəcəm, dibin daşını saxlayım, qalanını töküm. Bunu aparım, yuvum bunları. Gətirim təzədən bunu töküm yerinə. Suyun o qədər daşı olur. Buradan indi elə də görsənmir bəlkə də. Deyir, tərpəndi. Uşaqlar olur ki, belə çəkirlər buraya, belə. Buradan tutukan doldurub içsinlər. Onda tərpənir, içində qalxır. Onu da istəmirəm elə içsinlər. Ona görə tez-tez belə təmizləyirəm bunun içini.
qızlar atalarıyla getdilər gəzməyə. Dedi biraz aparım gəzdirim yatmamışdan qabaq ki Sara da yorulsun yatsın. Neçə gündür axşam gec yatır, saat 11-dən sonra yatır. Dedi qoy aparım biraz gəzdirim bəlkə yatdı. Mən də buraları yığım, elə oturduq axşama kimi burada demək olar ki uşaqlar oynadılar. Mən də elə gəlirdim hərdən yanlarında biraz otururdum. Saran da yenə biraz da olsa başı qarışdı. Belə divanı uca yığdım, hazırdır divan. Stol da elə orada da qalsın. Heç gətirməyəcəm, çünki sabah da evdədir uşaqlar, bazar günüdür. Qoy elə sabah da gətirib buranı düzəldərəm. Yenə burada oynayarlar rahat. Belə hamısını birdən apara bilməyəcəm. Gətirim qoyum bura. Gedim o birisiləri götürüm. Prosta burada oturanda, burada cücülər olur. O kuzneçik çəritgə olur burada, balaca çəritgələr. Ondan qorxurlar. Arada bir də görürəm qışqıra-qışqıra gəlirlər ki, mama orada çəritgə var. Bayaqda hörümçək olub, hörümçəkdən qorxub qışqıra-qışqıra gəlmişdilər ki, hörümçək var. Deyirəm, ay bala, hörümçəkdir də, özdə Timbolidə çöldür. Biraz gəlin keçin bu üzdə durun, qoy hörümçək çıxsın, getsin də. Mən öldürmək heç sevmirəm hörümçəyi. Evdə də olanda öldürə bilmirəm, özümdən asılı deyil. Milçəyi, milçəyi öldürürəm. Milçəkdən heç xoşum gəlmir. Amma hörümçəyi elə bil ki, yazım gəlir. Hörümçəkdir, qarışqadır. Onları yazığım gəlir öldürmək. Ona görə deyirəm ki, heç nə olmaz. Gəlin keçin durun bu üzdə, qoy çıxsın, getsin, sonra keçərsiniz. Öldürməyək, yazıqdır. Belə. Çırpın bunları da. Qatdalayım, qoyum qırağa. Sabah yenə gətirib sərim oynasınlar inşallah. Şükür bu gün elə küləkdə olmadı. Külək olanda buralar bütün toz olur. Amma elə bir külək olmadı ki toz olsun. Yaxşı oldu. Şükür. Sabah da inşallah ki belə olar. Külək olmaz. Yazıblar ki yaxşı olasıdır, isti olasıdır, qəşəng. Belə. Heç nə gedim evə, uşaqlar yoxkən işlərimi rahat görüm ki, onlar da gələndən sonra artıq onları hazırlayım, yerlərinə yatsınlar. Yeni bir gündən hamıya salamlar olsun. Uşaqlar yenə bugün istədilər, yenə onlara belə orada yer rahatladım. Belə də toster istədilər məndən. Biri dedi, içinə eləcə xiyar qoy, Məlikə dedi. Al. Rəyana pomidorla xiyar istədi. Bunu da balacanı da bir dənə Məlikə, Saraya üçün elədim ki, onlar yeyəndə o baxmasın. Gəl Sara, gəl verirəm, al, gəl. Gəl bura. Denka. Al. Sənin. Sara, al. Bu da sənin. Dedim Saraya da eləyim ki, onlara baxıb birdən ürəyi istəyər. Ala, ye. Buna eləcə çörək elədim. Çünki deyirəm birdən pomidor xiyar qoyaram arasına. Bax, saldırıcı. Ye. Belə. Mən də xeyli paltar yumuşam orada. Paltar deyəndə paltar deyil, Saranın oyuncaqlarıdır, yumuşam. İndi görüm, qoruyublar mı onlar. Axşamdan yudum sərdim, bugün də hava çox istidir. Elə bilirəm, qoruyarlar tez. Belə divan paduşkalarını da yumuşam. Onları yayda həmişə yuyuram. Düzdür, elə çox işlətmir, o divanda elə uzanıb eləmir də, uşaqlar oynamır. Ona görə elə ildə bir dəfə belə havalar isinəndə yuyuram, hələ tam qurumuyub. Amma bu Saranın oyuncaqlarıdır, yuyub sərmişəm. Çünki bütün günü yerdə bunları qoyur, oynayır. Ona görə belə yudum ki, qurusunlar. Hələ qalsın. 1-2-3 saatdan sonra yığıram. Tamam, qurusunlar. Belə. Nədir? Hə. Uşaqların başı qarışmışkən dedim. Balkonda Saranın başını qatıblar. Dedim mən burada işimi görüm.
plisosduyum otaqları. Hava da belə küləklidir. Pəncərəni açıq qoymuşam. Pərdəni belə oynadır külək. Belə açım ki, hava gəlsin. Mən toz soranlayım buranı. Belə küləkdir, amma qəşəng havadır. Hələ ki elə də isti deyil, amma məncə gün ortaya artıq lap isti olacaqdır hava. Belə. Burada da qonşunun gilasları qızarıblar. Belə. İndi başlayım plisosduyum buranı. Sonra gətirim gərək tükünü də təmizləyim şotqana. Çünki ucu tük olubdu. Buranı da Sara götürübdü, tuju götürüb tujla eləyibdi. Tujla eləyibdi belə. Buranı buluyubdu. Görüm onu nə ilə silə bilirəm. Gərək şampunla, zatla nə iləsə silim. Məncə gedər. Belə. İndi tez plisosduyum buranı. Gül mürəbbəsi bizdə çox yaxşı yeyilir. Yəni hamı sevir gül mürəbbəsini. Elə belə də hətta səhər elə belə çörəklə də yeyir uşaqlar. Ona görə yenə bişirdik. 1-2 həftə bundan qabaq qaynanamla yoldaşım getmişlər bazara Gəncədə. Onda alıb gətirmişlər 2 kilo. Bişirdik. Elə demək olar yarısını artıq yeyib bitirmişik. Çox sevirik ona görə. Ona görə yoldaşıma demişdik ki, harda görsən bundan al. Göygöldə elə də yoxdur, görmür. Yəni axtarmışdı, tapmamışdı yoldaşım. İndi axır ki belə tapdı, gətirdi yenə. Amma az idi, yarım kilo alındı. Onu da bişirdik, belə 3 banka çıxdı. Bir dənə də bankanı köhnə mürəbbədən qalmışdı, onun üstünə tökdüm, o oldu. Belə yenə də yaxşı ki, heç olmasa bunu tapdıq. Çünki yeyilir, uşaqlar da sevir. Ona görə yəni demişik, yenə olsa yenə alsın, yenə bişirək. Həm xeyirlidir, həm də sevirlər uşaqlar. Biz həmişə mürəbbəni belə bişən kimi isti-isti qaynar bankalara tökürük. Əgər alınmırsa, vaxtımız yoxdursa onu bankaya yığmağa, soyuyandan sonra da yenə isidirik qazda, sonra bankalara doldururuq isti-isti. Elə olanda yaxşı olur, ağzını bağlayanda da yaxşı bağlanır, xarab olmur mürəbbə. Evdə biraz belə Gerkules qalmışdı. Neçə vaxtı qalıb, uşaqlar yemirlər deyə. Elə bişirmirəm, hərdən bişirirəm, o da yemirlər, qalır. Ona görə heç bunu da bişirmirdim. Qalıbdı orada, deyirəm, xarab olar, yəni boş-boşuna qalmasın. Belə bananla bunu qatacağam. Bananı əzim, içinə Gerkules qatım. Biraz istəyirəm kakao qatım. Biraz duru yağ eləyəcəm içinə. Un olmayacaq da, onun yerinə Gerkulesdir. Şəkər də vurmayacağam, elə bananın şirinliyi bəsdir. Bunları qatım, belə alladik kimi istəyirəm, belə nəsə bişirim, uşaqlara yesinlər. Ondan yapışmıştı. Nerede kötü zaten nerede?
belə alındı. İndi qoymuşam hələ ki qızarırlar. Görək. İnşallah ki yaxşı alınır. Əslində belə eləməmişəm, düzünü deyim. Eləyib elə opşi skоворodkaya töküb həmişə eləyirəm. Amma indi bir dəfə dedim belə eləyim. Görüm nətər olur. Belə də alındı. Belə. Dadı inşallah ki yaxşı olar. Uşaqlar da bəyənər inşallah. Belə alındılar. Özüm biraz çox qızartdım ki, belə xırt-xırt olsunlar, qəşəng. Dadına da baxdım, çox qəşəngdir dadı. Qızlar da yedilər. Elə bu qalıbdı. Bunu da Saraya saxlayaq, bunu da saxlayım Saraya ki, duranda yesin. Amma çox yaxşı çıxdı. Qızlar da bəyəndi, yedi. Mənim də xoşum gəldi belə xırt-xırt olubdu, qızarıbdı deyə. Qəşəngdir. Bunun içində un yoxdur da, ancaq gerkulesdir, banandır, yumurtadır, yağdır, şəkər də yoxdur heç. Bir də vanilim yox idi. Vanil vura bilmədim. Vanil vuranda daha yaxşı olar. Bir də soda vurmuşam.